Bismillah, velhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə ba'd. Deməli, əziz qardaşlar, bu kitab Ticaninin Necə Hidayət Olundum kitabına cavabdır. Bu kitab əslində çoxdan tərcümə olunmuşdu, lakin müəyyən xətalar var idi. O xətalar düzəldildi, həm şəri yöndən, həm dilçilik baxımından. Yəni, həm şəri yöndən, həm dilçilik baxımından redaktə olundu və qəşəng dizayna salınıb. Bu Sünnə.az saytında yerləşdirilib. Ümumiyyətlə, Sünnə.az saytı çox faydalı saytdır. Bu saytdan mütəmadi istifadə etməyi məsləhət görürəm. İnşallah bu videonun altında qardaşlara deyərək bu kitabın linkini yerləşdirərlər. Təbii ki, bu kitabı çapına icazə almaq çətindir hal-hazırda. Ona görə kitab kimi çap olunmuyub və saytda linki qoyulub, dizayn olunub, tam hazır vəziyyətdədir. İstəyən özü üçün bir nüsxə, iki nüsxə çıxarda bilər. Necə ki, məsələn, biz özümüz də iki nüsxə çıxartmışıq, gözəl kitab formasında. Yəni, bu Ticani, qısa olaraq bir məlumat verim, müasir şiə alimlərindəndir, belə deyək. Güya ki, özünün dediyinə görə əvvəl güya ki, sünni olub, təbii ki, yalancıdır. Və sonra güya ki, dırnaq arası elmi araşdırma ilə haqqı tapıb və olub şiə. Və şiə olandan sonra bəzi kitablar yazıb. Əsasən 4 dənə kitabı var və yazdığı kitablar Azərbaycan dilinə də tərcümə olunub. Və o kitablardan ən məşhuru da Necə Hidayət Oldum kitabıdır. Və bu kitaba Əhl-i-Sünnə şeyxlərindən Osman Xamis onun bu kitabına gözəl bir cavab yazıb. Təbii ki, Osman Xamisin özünün də kitabda dediyi kimi yazdığı bu cavabda məqsədi onun bütün, belə deyək, iddialarını cavablandırmaq deyil, onun yalancı olduğunu ortaya çıxarmaqdır və düşünürük ki, Şeyx Osman buna müvəffəq olub bu kitabında. Həmin Ticaninin Necə Hidayət Oldum kitabına cavab olaraq bu kitabı yazıb, necə zəlalətə düşdüm. Və o cümlədən də Osman Xamis Ticaninin digər 3 kitabına da, yəni hər 4 kitabına cavab yazıb. Və yeri gəlmişkən, o Ticaninin, yəni bu 4 kitab ki var Osman Xamisin cavab olaraq yazdığı, 4'ü də tərcümə olunub. Lakin hal-hazırda bu kitab oxucuların xidmətinə təqdim olunub. İnşallah o biri 3'ü də yavaş-yavaş hazırlanıb saytlarda yerləşdiriləcək və çox faydalı kitabdır. Yəni, demək olar ki, bu kitabda və həmçinin o biri 3 kitabda bir çox şiə şübhələrinə, iddialarına, yalanlarına kifayət edəcək şəkildə elmi cavablar verilib. Dua edirəm ki, Allah Azza və Cəllə oxuyanlar üçün faydalı etsin. Barakallahu fikum və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.